Məktəb yaxınlaşır və hər il ölkəmizdə onlarla, bəlkə də yüzlərlə uşaq təhsildən kənar qalır. Sosial vəziyyətləri aşağı olduğu üçün, ailənin uşağı məktəbə göndərməyə imkanı olmadığı üçün, uşağa məktəb çantası, məktəb forması ala bilmədikləri üçün yüzlərlə Azərbaycanlı uşaq, yüzlərlə balamız orta məktəbə gedə bilmir. Adını, soyadını yaza bilmirlər, ümumiyyətlə yaza bilmirlər, hərfləri tanımırlar və bu ildə eynisi təkrarlanacaq. Mənim sualım Elm və Təhsil Nazirinədir, Emin Əmrullayev. Ümumiyyətlə bu uşaqları da düşünürsünüzmü? Bu uşaqlarla bağlı nə zaman bir dövlət proqramı olacaqdır? Bu gedişlə biz Hindistana dönəcəyik. Bəli, Hindistana dönəcəyik. Azərbaycanda adını, soyadını yaza bilməyən əhalinin sayı artacaq. Və bu nə deməkdir? Bu ümumiyyətlə bizim cəmiyyətimizin ümumi səviyyəsinin, təhsil səviyyəsinin aşağı enməsi deməkdir. Bəli, tək-tək övladlarımızı oxuduruq, amma cəmiyyətin inkişafı üçün bütün cəmiyyət ziyalı olmalıdır. Ziyalı olmasa da ən azı orta məktəbi bitirməlidir. Ona görə də çox önəmlidir ki, Elm və Təhsil Nazirliyi tərəfindən bir dövlət proqramı hazırlansın, parlamentə təqdim olunsun, təhsildən uzaq qalmış uşaqlar yenidən təhsilə cəlb olunsun. Bunu mütləq etmək lazımdır. Əgər biz ölkə olaraq inkişaf etmək istəyiriksə, bunu mütləq etməliyik. Çətin bir məsələ də deyil. Uşaqların bir siyahısı tutula bilər. Uşaq var ki, 1-ci, 2-ci sinifə qədər oxuyub, 3-cü sinifə getməyə, uşağı məktəbə göndərməyə ailənin maddi imkanı çatmır. O uşaqlarla maraqlanmaq lazımdır. Niyə uşaq dərsə gəlmir? Nə üçün dərsə gəlmir? Bir dəst məktəb forması nədir ki, bizim Təhsil Nazirliyi üçün, bizim dövlətimiz üçün? Məsələn, bu Bakı tikiş evi ilə bir əməkdaşlıq etmək olar. Onsuz da Bakı tikiş evinin tikdiyi paltarlar bərbaddır. Ən keyfiyyətsiz, ucuz parçaları seçib forma tikirlər və baha qiymətə də satırlar. Bildiyiniz çox yaxşı bir biznesdir, pul qazanırlar. Ən azı oradan qazandıqları o pulla, biz onsuz da keyfiyyətsiz paltarlar satırsınız, ən azı o pulun bir hissəsini bu kasıb, az təminatlı ailələrə yönətmək olar. Çətindir uşaqlara bir dəst məktəb paltarı alıb vermək, bir çanta alıb vermək. Dövlət proqram hazırlaya bilər və bu proqram əsasında da o uşaqların məktəbə cəlb olunması təmin edilə bilər. Bunlara da düşünmək lazımdır. Heç kəs düşünmür, bilirsinizmi? İndiyə qədər bir dəfə mən Təhsil Nazirinin bu təhsildən kənar qalmış uşaqlarla bağlı çıxışına rast gəlməmişəm. Mən rast gəlməmişəm. Siz rast gəlibsizmi? Bir dəfə parlamentdə bu barədə müzakirə eşidibsizmi? Bəli, bugün bizim deputatlarımız istirahət eləyir. Ən az istirahətdən qayıdandan sonra bu məsələni gündəmə gətirə bilərlər. Yüzlərlə təhsildən kənar qalan uşağın aqibətini düşünməlidirlər. Kim düşünməlidir? Parlamentdə müzakirə çıxarsınlar, bir qanun layihəsi hazırlansın, dövlət proqramı olsun. Bəs o uşaqları kim düşünsün? Mən danışmayım, parlament müzakirə etməsin. Kim düşünsün?